Salam traderlar, Pocket Option'da depozit necə edək? Daxil olursunuz Binance-a, yuxarıda solda 3 xətt, daha sonra P2P. Önümüzdə belə bir səhifə açılır, qiymətlər, limitlər və ödəniş növləri. Özümüzə uyğun olanı birini seçirik. Mən məsəl üçün seçdim Oscar Az, Capital Bank 15 dəqiqə bizə uyğundur və buy. Daha sonra depozit etmək istədiyiniz məbləği qeyd edirsiniz. Mən məsəl üçün 80 AZN və place order. Növbəti səhifədə alan və satanın adları və bank kartlarının nömrələri qeyd olunub. Satanın kart nömrəsini qeyd etdik, kopya etdik və daxil olduğunuz banka yapışdırdınız və qeyd etdiyiniz məbləği transfer edirsiniz həmin karta. Baxırsınız ki, Binance-da və kartda adlar eyni olsun və transfer edirsiniz. Daha sonra qayıdırsınız Binance-a və transfer etdim düyməsini basırsınız və USDT artıq sizin balansınızda. Daha sonra aşağıda sağda asset və send, yəni göndər, on chain withdraw seçirsiniz. Növbəti xanada USDT seçirsiniz. Maksimum orta xanaya Tron 20 qeyd edirsiniz. Birinci xanaya ünvan yapışdırmaq üçün daxil olursunuz Pocket Option-a, top up və burada Tether USDT Tron 20 seçirsiniz. Növbəti səhifədə məbləği qeyd edirsiniz. 80 AZN və continue. Növbəti səhifədə ünvan verəcək, kopya etdiniz, qayıdırsınız Binance-a və yapışdırırsınız birinci xanaya və withdraw. Confirm. Binance-da qeydiyyatdan keçdiyiniz e-maila kod gələcək, 6 rəqəmli koddur, onu qeyd edirsiniz bura və avtomatik submit olacaq. Artıq depozitiniz prosesdədir. Bir neçə dəqiqə ərzində Pocket Option-da depozitiniz artıq əks olunacaq.